Qardaş, bir sual vermək istedim sizə. Buyurun, eşidirəm. Bu boxer suyun altında tutmur. Belə suala cavab verə bilmərəm. Əlbəttə ki, tuta bilməz. Yo, niyə? Mənim dostumda tuturmur. Biz gəmidə işləyirik, sualdı gəmidə. Onda tutur o, Vodafone işlədir, onda tutur. Bizə niyə tutmur boxer? Bu suala cavab verə bilmərəm, çünki belə deyək. Rabitə xidməti yerin üstündə nəzərdə tutulub, yerin altında. Yo, onu bildim. Mənim dostum Vodafone işlədir. Bilmirəm sizin dostunuz hansı şirkətin, hansı operatorun? Abonentidir ancaq. Yox. Boxer işlədirsə, çox gözəl. Tutursa sizinki də tuta bilər. Tutmursa, demək tutmayacaq. Bilirəm, yox, baxın harada tutmur. Biz biraz dərinə gedirik tutur, amma laf dərdi eləndə tutmur. Onda tutursa, siz onu telefon vasitəsilə istifadə edin. Boxer tutmayacaq suyun altında. Başqa sualınız var? Bəli, var başqa sualım. Buyurun. Bəs suyun üstündə tutmur? Bəli, tutur. Amma mənim dostumda isə tutmur. Tutmur, çox gözəl. Onda Vodafone ola suyun altında siz ona kömək edin. Suyun üstündə dəsə, suyun altında olsa kömək edəsin. Suyun üstündə siz ona kömək edin. Başqa sualınız var? Var. Buyurun, biraz zəhmət olmaz. Dəyərli sual verin, zəhmət olmaz. Cavab. Qardaş, dəyərli sualdır. Mən ilimiz 12 ayın, 9 ayın suda oluram, 3 ayın quruda. Hacı Bey, sağ ol canım, sağ ol. Rabitəyə aid olan sual verin, xahiş. Burada vaxt bir dənə rabitəyə aid sual verim, görüm deyə bilərsiniz ya deyə bilməzsiniz. Buyurun, mümkünsə buyurun. Hollandiyada rabitə nazirinin adı nədir? Araz Namazov. Bəs Şveysariyada? Bilmirəm Şveysariyanı. Yaxşı, sağ ol. Buyurun.